Bir zamanlar Azad Azərbaycan televiziyasında yayımlanan Azəristar müsabiqəsinin qalibi olmuş və ifası ilə seçilən Ayten Abbasova uzun sürən fasilədən sonra yenidən dinləyicilərinin görüşünə gəlib. Sənətçi bu dəfə Azərbaycan musiqisinin unudulmaz siması, mərhum sənətkar Aygün bəylərin repertuarına müraciət edərək hər kəsin ruhuna toxunan Tut Ağacın mahnısını səsləndirib. Aytenin özünə məxsus performansı musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb və qısa zamanda qəlbləri fəth etməyi bacarıb. Gerbaz olaraq ruhunuzu dincəldəcək həmin o möhtəşəm ifanı sizlərə təqdim edirik. Tut ağacım, tut ağacım, aman yerin, güman yerin, hatireler kanadında, yaşattığın pənah yerin. Tut ağacım, tut ağacım, sirli sözün aman yerin. Tut ağacı ucalığı, de arzuma necə çatır, de köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr sorağıyla səni gözləyəcəyimi bilməmişəm. De köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr sorağıyla səni gözləyəcəyimi bilməmişəm. İndi sənin budağında bir iz qoymaq müşkün olur. El çatmayan arzular tək, xatirələr dönməz olur. İndi yoxsan yuxularda, mən gördüyüm rüyam kimi. İndi yoxsan o göylərdə, el çatmayan ulduz kimi. De köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr sorağıyla səni gözləyəcəyimi bilməmişəm. De köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr sorağıyla səni gözləyəcəyimi bilməmişəm. Səni gözləyəcəyimi bilməmişəm. Səni gözləyəcəyimi bilməmişəm. Səni gözləyəcəyimi bilməmişəm.